Bugün nasıl zordur, hörmətli izləyicilərim. Səbəb bilirsiniz, ay kişi, hamının evi var da, kim küçədə qalır ki? Amma heç kimin belə bir evi yoxdur. Sizə elə bir təqdimat təqdim edirəm. Bu çaylıq deyil. Yəni, baxın da, görün evdə nə var, nə yox, qoyun qabağımıza. Bu təqdimata, bu reklama baxın. Sizə Koni MMC-nin yeni layihəsi olan kapsul evlərini təqdim edirəm. Belə yanbayan düzülüb qatar kimi. Hörmətli izləyicilərim, bunu alırsan, belə bir saata qoşursan maşının dalına, yük maşınına. Apardın qoydun bağva. Apardın qoydun bunu rayondakı bağva. Bunun bir dənə şəraiti var ki, sən bunu 150 min o şəraiti qura bilmərsən ki, bunu 100 minə ala bilərsən. Eyni uzunluğu dedilər, biraz rəsmi təqdim elə. Eyni dedim, abi deməyə bax. Nə rəsmiyyət? Mən rəsmi təqdim edə bilmirəm. Budur, malımız budur, dəyərli izləyicilər. Keçək içərisinə o şəraiti bir dənə zat-çut görsədim sizə. Deməli, buradan kodu yığırsan My Life, yəni mənim sevgim zat. Belə bir açırsan bunu. Prekan təbii ki olur da, bu showroomdur, yoxdur, nümunədir. Girdin kapsul evin içinə. Yəni Avropada filan, YouTube'da görmüşsünüz də belə şeylər, dəyərli izləyicilər. Gəlin mən sizə bir detallı şəkildə təqdim edeyim. Bura zaldır. Zal otağıdır. Pərdələr pultla açılır. Oturursan stolda. Burada bir dənə kinostudiya tipində. Bir dənə kinostudiyanı görsət, hörmətli izləyicilərə. Həyatdır da. Bir dəfə gəliyə dünyaya. Vallahi pulu yığmağın nə mənası var. Xərcə də belə şeylərə də. Gün gör də, anı yaşa. Bir dənə bu şərait, bir dənə oradan kino qoyursan Santa Barbara. Oturursan burada baxırsan, hələ bunun ağıllı sisteminə keçirik yavaş-yavaş. Bura bunun, üzr istəyirəm, hamam tualetidir, sanitar qovşağı. Dubayda bir dəfə salam vermişdim, bütün video partlamış şəhərdə. Bu da ondandır, temadır. Belə eləyirsən, açılır, sı gəlir, özü, optionda. Keçirik buradan yavaş-yavaş sizə romantik yataq otağını təqdim edeyim. Burada da mərkəzi havalandırması, pultla idarə olunan, pərdəsi, hər şeyi var. Əzizləyicilər, adi matrasına belə premiumdur, yəni hər şey premiumdur. Alüminium materialdır, yəni deməyin ki, 5 il, 6 il mümkündür. Dəmir, amma alüminium, çürümə, bunda erozya, korozya şeyləri yoxdur da, başa düşürsünüz. 100 il nə qədər? 100 il qarantiya, 100 çoxdur da, gəl 90 eləyək onu, 100 çox olur, 90 il, yəni rahat da qoydum bunu bağıva, rayonda da qız dəhnə də aldım, sana bir 50 saat. Maşının dalına qoydun, apardım, qoydum. Bu da sənin villandır. Qiymət də 100 min-də, elə dediniz. Deməyək, yaş qiymət deməyək, onu deyə özümüzlə danışarıq. Çünki orada qiymətin zazol məsələsi var da, yuxarı aşağı söhbəti var. Qaldı, gəldi, çatdıq bura. Joçik, burada idarə olunur hər şey, hava təzyiqi, mərkəzi havalandırması. Başqa nəyi var sənək ya bu evin özəlliklərindən? Mən görsətmədim, nəsə varmı? O heç o qalxdı, o heç. Lüku var, lüku. Hamısı lükdür. Lüku da bir dənə açaq. Gəl bir dənə lüku açaq. Panoramik lük açılır, işıq düşür. Hoqqa deyə bu. Dəyərli izləyicilər, bunu alın mütləqdə. Maraqlı bir şeydir. Ev hamıda var. Bundan yoxdur da, yəni. Təkərlər də var, ha? Təkər, bu neylə? Kran qaldırır, qoyur o yük maşının arxasına. Aparır. Amma mən videonun qabağında demişdim ki, qoşursan maşının dalına gelir. Yəqin o təkərlərin üstünə qoşub gedirsən də. Hə, başa düşdüm. Bax belə. Instagram səhifələrini tağ eləmişəm, əzizləyicilər. Girin səhifələrindən daha da maraqlı videolarını görə bilərsiniz, baxa bilərsiniz və müraciət edə bilərsiniz sifariş üçün. Sizin sifarişlərinizi gözləyirlər. Sağ olun, var olun.